Hipergidrozun, yəni artıq tərləmənin müalicəsində botoks zərərlidirmi? Əgər mən botoks müalicəsi götürsəm, digər nahiyələrimdə tərləmə artarmı və yaxud ümumiyyətlə botoks tətbiqinin orqanizmə mənfi təsiri varmı? Artıq tərləmə qol altı, əl içi və ayaq altında tər vəzilərinin sinir oyanıcılığının artması ilə əlaqədar meydana gəlir. Biz botoks tətbiq etdikdə həmin oyanıcılığı blok edirik və tərləmə tamamilə aradan qalxır. Digər nahiyələrimizdə tər vəzilərinin oyanıcılığı normal olduğuna görə biz botoks tətbiqi zamanı kompensator olaraq tərləmədə artma müşahidə edilmir və eyni zamanda botoks lokal təsir göstərdiyinə görə orqanizmə ümumi təsir göstərmir. Lakin mütləq şəkildə həkim nəzarəti altında və düzgün dozada tətbiq olunmalıdır. Əgər siz də artıq tərləmədən əziyyət çəkirsinizsə, rahatlıqla tam təhlükəsiz botulinum terapiyadan istifadə edə bilərsiniz.